xana. Gülməli məzəli səhnəleriyle sizə gülüş verir komedi xana. Yepyeni səhnələr bizdə izlənər, şan parodiyalar hamısı bizdə. Burada var bol yumor, bol eğlenceler, edirik her şeyin en güzelini. Sizlere gülüşü bəxş edərik biz, sizin qarşınızda komedi xana. Abşeron Mall alışveriş, əyləncə və istirahəti bir araya gətirir. Burada eviniz üçün lazım olan mebel, məişət texnikası, dekorasiya, tekstil, qab-qacaq və gündəlik ehtiyac məhsullarını bir arada tapa bilərsiniz. Mall daxilində fəaliyyət göstərən restoranlar, kofe shoplar ziyarətçilərə rahat və komfortlu vaxt keçirmək imkanı yaradır. Uşaqlar üçün isə Abşeronland əyləncə mərkəzi və Lego evi fəaliyyət göstərir. Geniş parking sahəsi və ailəvi atmosferi ilə Abşeron Mall hər yaş qrupu üçün ideal alışveriş və istirahət məkanına çevrilib. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əliboş nöş gedirik. Buna bax. Gör nəvəmi üçün nə yaparram. Predo bezi. Hələ buna bax. Predonun nəm salfetləri. Predonun maye sabunları. Başın işləyir sənin. Yenə dedi başın işləyir. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki. Götür bezləri. Yaxşı, sonra dalaşarıq. Ay ana, bax, gəlinivin cehizləri hamısı gəldi. Hamısı da Quix'dən. Sağ olsun mənim gəlinimi, sağ olsun. Həmişə bu offside mağazalarında görürdüm bu Quix'in əşyalarını. Ürəyim gedirdi. Sağ olsun gəlinimi. Sağ ol, ay ana. Sağ olsun. Sağ ol. Deyirəm, sağ olsun Quix'in məişət texnikaları. Görüm anam ana getdi. Ana! Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Mənə bax, ay qız, axşama futbol var. Dur, hazırlaş da. Sən ona görə narahat olma. Tapmışam, tapmışam. Gətir görüm. Chico'nun yeni dadları. Qarğıdalı aromalı çips fıstıq. Bəh, 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 bəh. Kabab aromalı çips fıstıq. Bəh, bəh. Paprika aromalı çips fıstıq. Gətir onu, gətir bəri. Qoy bura, qoy bura. Mənə bax, bu futbola qədər bizə çatmayacaq. Düş birini də al. Mən qadın xalağa niyə düşürəm ki? Gedək bir yerdə alaq da. Yaxşı, gedək bir yerdə alaq. Dur. Axşamınız xeyir olsun Komedi xanım biri-birindən özəl və gözəl tamaşaçıları. Həftə sonların dəyişilməz əyləncəsi. Komedi xana efirdədir. Və təbii ki, axşamınız xeyir olsun. Bizi canlı-canlı izləməyə gələn xanımlar və canlar. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Özünüzdə bir alqışlayın. Möhtəşəmsiniz. Çox gözəlsiniz. Çox gözəlsiniz və hiss edirəm ki, gülməyə gəlmişsiniz həqiqətən də və gülün. Sizə gülmək yanaşır həqiqətən də. Gülün. Əlasız, əlasız. Möhtəşəmsiniz. Bu gün də çox möhtəşəm bir komedi xana sizi gözləyir. Biz də səhər-səhərdən gəlmişik, məşq edirik, sizin görüşə hazırlaşırıq. İnandırım, biz sizin qədər ən azı biz də həyəcanlıyıq. Siz həyəcanlısınız görsən, necə olacaq? Biz də həyəcanlıyıq ki, necə oynayacağıq. Bu həyəcanı dəf eləmək üçün bizim aktyorlara, aktrisalara bir gürültü alqışlayaq mı? Zaman keçsə də artıq biz neçənci ildə qədəm qoyuruq, amma yenə də həmin həyəcan mütləq qalır. Bu həyəcan özü bir məsuliyyətin göstəricisidir, onu qeyd edeyim əvvəlcədən. Möhtəşəm bir komedi xana gözləyir və heç vaxtınızı almadan, bilirəm ki, bu dəqiqə televiziya qarşısında o əyləşənlər deyirlər ki, danış qurtardana keçək başlayaq. Yekunlaşıram. İlk sənəcik haqqında sizə məlumat vermək istəyirəm. Ümumiyyətlə, ailə həyatı qurursan, övladdan sonra, ən çox belə uşaq dünyaya gələndən sonra bəzi analarda qoruma instinkti başlayır. Uşağı.
Uşağı da kimdən qoruyuruq? Evə gələn qohum-əqrəbədən. Nəysə görə o analarda bir dənə fikir formalaşır ki, evə gələn qonaq nəysə harasa sürtdü. Nəysə qatdı. Yəni bu təhlükə, bu məsuliyyət həmişə analarda olub və belə deyək də kimsə bibisindən şübhələnir. Məsələn, məşhur, ən çox bu işdə bibilər məşhur, düzdürmü? Bibi nələrdir, bala, bibin. Onu qanla bələnsin, bibi nələrdir. Kimdə xaladır, məsələn, eləsi var, kimdəsə dayı dostudur. Sizdə bibi yanınızda da, o bibiyə baxım. Oy. Amma nuru bibidir, yox, sizdə ala bilməz. Kimdəsə elti olur, məsələn, o işə baxan eltilər olur. Biz bunları qorumaq üçün hər zaman, belə deyək də, analar belə deyək də, gözləmə mövqeyindədir. Gözləyirlər ki, nətər eləyək ki, balamıza və evimizi bu şeydən qoruyaq. Məsələn, mənim yadıma gəlir ki, bizdə də bir dənə təhlükəli qohum vardı, adını çəkməyim. Hər dəfə gələndə bizə, o peşmandır mənə belə ki, ay Allah, bu nə də fışacaqdır. Başımı sağlayan ki, mamam mənə sardı kuxunuya, yanımı qaşıyırdı. İnandırım sənə. Bir də görsən, o qədər bizə gəlib gedirdi. Mamam qaşımaqdan yanımı yarələmişdi. Elə mövzumuz da bu haqdadır. Çox ehtiyat etdiyimiz bir qohum evə qonaq gəlir. Cadugar bibi deyirik və alqışlarınızla biz başlayırıq. O nədir? Heç nə, qonşuyun fili balalayıb. Balkonda onun səsidir. Uşaqdan əsniyir. Arvad, Hə. dur gedək. Hə? Dur gedək deyirəm. Hə. Ay qardaş, qadan alaram. Da geçdi, biz qalxaq gedək, başa dönüm. Yox, bacı. Elə şey yoxdur. Oturmuşuq, dərdləşirik, söhbətləşirik, oradan-buradan danışırıq. Elə şey yoxdur, rahat oturun. Deyirsən, söhbətləşirik. Hayır. Bayaqda gözümüzün içinə baxa-baxa 40 dəfə əsniyib bacım. Da adama durun, gedin, nətər deyərlər? Eşşək deyir ya biz. Başa düşürük də. Amma sifətdən oxşarlığın var. Məsəl üçün deyirəm, Zato xasiyyətdə oxşamıram. Dur gedək. Yaxşı gedək. Di salamat qalın, di yaxşı yol, di yaxşı. Dur, gedək. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın, gedin. Dur gedək də, dedim metro bağlanacaq da, baxırsan martif üzümə. Əşi nə deyik? Oturmuşuq, qəşəng söhbətləşirdik da. Sporu çöldə, gecəniz xeyrə qalsın, buyurun. Oturmuşuq da həmişə gəlmirik ki. Deyirəm, metro bağlanacaq, qalacaq manatlıq taksinin umuduna. Yeri metro bağlanacaq deyirəm. Nüşabər, Hə? nətər yəni həmişə gəlmirəm ki? Elə sağlığına hər həftədə bizdəsən daha. Nədə ay gəlin? Qardaşımın evinə gəlməyimi kalendar tutub qaralayırsan? Hə? Az kalendar tutub qaralamıram, Hə. Deyirsən ki, hər həftə gəlmirəm, mən də deyirəm ki, sağlığına hər həftə bizdəsən. Az. Qutardana metro bağlanacaq, yer gedək. Hadi yaxşı da yaxşı, gəl gedək, sən canın gedək. Gördün də qardaş, gördün. Arvadın bizə bir qəşəng pürrəngi çay vermədi ki, pişirib gətirdiyim ruletin dadına baxaq. Yaxşı gedək daha, gedək. Qoy, az o ruleti bizə gətirməmişdiniz. Hə? Elə özünüzə gətirmişsiniz, elə deyin bayaqdan doğrayım qabağınıza koyum da. Az yadında saxla. Hə? Bir evdə getdiyin evdə. Hə? Yeməkdən sonra surfaya çay gətirmədilərsə, Hə. bu o deməkdir ki, durun gedin. Allah dədənə rəhmət eləsin. Allah sən də dədənə nəhlət eləsin. Yeri gedək, metro bağlanacaq. Oturmuşuq da qardaşımın evində, oturaq da biraz. Az deyirəm ki, metro bağlanacaq. Mən o manatlıq taksiyə manat versəm, mənim gözüm heç nə görsənməyəcək. Ondan sonra deyəcəm, sənin qardaşın... Yekə kişisən qartal, olmadı ki. Biz sənin 100 dənə quşun içindən gətirmişik ailəmizə. Quş nə də? Hətta quş deyəndə indi qartal da o quş sinifinə aid deyil. Dədəm də at tapı və bizə qoymağa, qardaşıma bildirsin. Ma qartal. Sən canım. Dədəmin adı qarğı olar, baxma. Yox, dədəmin adına nə olub? Sığırçın. Dedim, gör, düş qabağıma metro bağlanır. Yaxşı. Fred onu götürək çıxaq gedək, yaxşı. Qardaş, gedirik, başa dönərəm. Mənə bax,
Qəşəng biz gedirik. Hə. Arvadın bir qəşəng çay süssün, ailəlicə oturun stolun başında. Sən. O ruleti kessin, onun dadına baxın. Baş. Sən canım kesəndə, yeyəndə hamımız şəklinizi çəkib atarsın mənə. Baş, day baş. Dadını deyərsən, ha, başın qurban, dadını deyir, Baş. nətər pişirmişəm. Belə qadasın. Başlı, bazı narahat olma. Onu qəşəng yiyəcəm. Can. Sənə şəklini atacağım ki, görünə kər yeyirəm. Ay Allah, nətər papamın nətər oxşayır. Qurban olun bıqlarına. Yaxşı, sağ ol. Gəl, gəl. Sağ ol. Sağ ol. Bu nə qarsan, hə? Maç eləyirəm də. Hə, çənəmi hara aparırsa, belə öpdən, hə? Belə sadə öpdən, hə? Öpürəm də nə olub ki? Can Aybadı, sən bundan nələr çəkirmişsən? Qəşəng. Yer metro bağlandı. Yer. Geçən xeyrə qalmış. Sağ ol Aybadı. Saç qız xəbər eləyir. Hə, yaxşı. Geçən xeyrə gəlin. Qanatlarından müqayət ol. Can, ay bala, Can, sən də stolda yatdın, qaldın eləmi? Qırsaqqız kimi. O yapışdıqlar yığıb qopunlara. Bay dedim. Deyirə qonaqlar. Çox həyasızdılar, çox həyasızdılar. Valla sənin harun ağrıyır. Deyirəm, sənin harun ağrıyır. Heç yerəm haram ağrır. Bu niyə gücənir? Can, ay bala. Can, yuxuludur da, yuxuludur. Yuxuludur. Da deyirəm, Başına dön. eşdirsən? Hay Can. Daha bibimlə getdi. Hə. Ay, bir dənə qəşəng çay gətir oradan, bibim gətirir, ruletdən bir dənə qəşəng çay çək. Ye, o ruletdən ye, gətir. Deyil, köşün oyna. Ay, Abala. Sən bilmirsən, bibin gətirdiyin şeyə heç birinə dəymək olmaz. Bəxtən bibimlə getməyə gözləyirəm. Bırak o bir dənə çay içində, nə olacaq ki? Deyirəm, dəyməyin. Oturun yerinizə. Heç biriniz dəyməyin. İndi bunu kloka qoyacağım. Asaba da aparıb qoyacağım zibil qutusunun böyrünə. Nə təryanı zibil qutusunun böyrünə? Bacım əziyyət çəkib, cemli rulet pişirib, mən üçün gətirib ki, aparıb qoysan zibil qutusunun böyrünə, çay gəmlə, uşaq da çay içsin, ərin də çay içsin də. Ay! Ay lələk. Hörmətin artıq olsun. Ay lələk. Taksi saxlamırsan, bu nədir? Bu cemlidir, bu caduludur, cadulu. Görmədinizsə gedəndə nə deyir? Nətər getdi, dinən görür. Deyir ki, onu yeyəndə ma şəklini çəkini atın ki, bilim yediniz. Bilmək istəyirdi, ona əbir olmaq istəyir ki, cadusa canımıza hopdu. Az yox, dədəmin canı elə şey olanmaz. Az cemli rulet, az özün görmədin. Az səhər-səhər mənə şəklini atıb, yazıb ki, bacın sənə qurban. Sənin üçün ruleti hazırlayıram. Cemli özə nədən pişirib? Xalis kərə yağından. Şəkli telefonda deyil. Sənin dədən səfətdir. Mağmıldır da, mağmıl. Hörmətin artıq olsun, ayaq ol. Sağ ol, sağ ol. Ay lələk. Ay lələk? Eşitsən məni? Ayca. O kərə yağı deyil. Nədir bəs? O qut yağıdır. Bildin? Mən onu dəfələrindən sınamışam. Bax, keçən səfər bizə gələndə var. Raketləri qaldırdın gələ göyə. Danış görün nə, hardan sınamısan? Bax, keçən səfər bizə gələndə yadındadır mı nə gətirmişdi? Nə gətirmişdi? Tərək yarpağı. Ha. Başımın üstündə mıx kimi dayandı ki, sən bu tənək yarpağından dolma pişirməlisən. Pişirdim, gətirdim, qoydum qabağına. 2 dənə dolma ağzına qoyan kimi başladım məndən qırğına ki, bu sarımsaqlı qatığı və bunun hanı qırğın düşdü evimizə. Az da hamı bilir ki, bu dolmalı qatıqla yeyirlər də. Mən də səhər işə gedəndə sənə dedim ki, bu həyətimizə arvad gəlir qatıq satan. Kənd qatığı gətirir, ondan qatığı al, dolmaya vururum. Gəldim, gördüm, almamsan, mən də əsəbləşdim, qışqırdım da. Onun cadıya nə dəxli var? Yaxşı, o da piraşkən nə deyəsən? Nə olub, piraşkən nə olub ki? Keçən dəfə bibim bana ziyar piraşkisi pişir gətirmişdi. sağ ol. Onu bir dənə başından yuvarı yedi. Sonra imtihana getdim. İmtihanda bir dənə mən düz cavab vermədim. Valla sən dərs oxuyursan ki. Eşidirsən məni? Bu uşaq imtihana girdi. Bax, o ciyər piraşkisindən bircə tikə qoydu ağzına, getdi imtihana. Heç nə yazanmadı, heç nə. Sən nə bilirsən o nə ciyər idi? Nə deyərik? Bəlkə elə yarasa ciyərinin piraşkisi idi. Cavab ver də. Aman ver danışım da, aman vermirsən axı. Az. Nə var? Mənim bacım yarasa oğuna çıxıb,
Mənim bacım evdə yarasa saxlayır. Yarasa bizim evdə nə gəzir ki? Bacım onu yarasa vursun ora. Babam dedi yadıma düşdü. Bəs siz burada söhbət edirdiniz. Hə, bala, hə. Söhbət edirdiniz. Hə. Bibim birdən durdu getdi ayaq yoluna. Hə. 40 dəqiqə odan çıxmadı. Ben bunu niye demirsən bayaqda? Qorxdum. Neden qorxdun ha bala? Deyirəm bir də ora nəsə qoyar. Sonra səhər hamımız qarnarsız tutar. Ay dede düş qabağıma. Az ne oldu? Düş qabağıma gedək axtara. Gedək axtara. Bəlkə kafenin altına zadına. Cadu koy babala. Ne danışıyorsun? Düş getdik. Düş getdik axtara. Gəl görüm. Ay bir gəl dəqiqə deyən, bəri gəl görüm. Mənim bacım kafir ustasıdır. Metlaq ustasıdır. Söksün, ora nəsə qoysun, tərsən yamasın onu ora. Sənin bacın hər şeyin ustasıdır. Bilir. Nətər yəni? O lazım olsa kombi ustası da olar. Bala düş qabağıma getdik. Gedək kafenin altını sökək. Biliyəm. Şimdi görəsən gələr. Get bax görüm. Get Bana gör baş- kimdir. Aralı dur. Ne olub? O ruletdən aralı dur. Az qoy ruletdir. Bacım eləyib. Az bacım eləyib onu. Keş görüm bayla. Bacımı eləyir. Bacını da gəlib bir tanımırsan. Dede, bibim qayıtdı. Sən ay bacı. Nə olub ay bacı? Salamatçılıqdır. Oy. Nüşkay. Bəs bizə dünün gözümüz yumulur. Nə üçün yatmamısınız? Sən də tutmursan söhbəti, tutmursan. Az, sənin təpəyin işığı çatmır. Yetər yəni. Onlar onu yalandan eləyirlər ki, biz nədir çıxaq gedək. Saat 8-də kim yatır az evində? Elə Nüşa bəy yatırdıq, yerimizə gedirdi, elə yerə gəldiniz. Canım ay bacı, yox, narahat olma, yatıb eləmirik. He? Lazım olsa səhərə kimi səninlə oturarıq. Problem yoxdur. İntası nöşqayıdınız, nə məsələdir? Heç qadan alaram sənlərə. Çıxmışdıq buradan biraz aralanmışdıq. Hə. Dedim uşaqlara xəbər verim ki, gəlirik də evə. Hə. Əl atdım, telefonum yoxdur. Dedim mən kişiyə ki, yəqin telefonu burada yaddan çıxartmışam. Axtar görünmə. Yaxşı bacı, axtar gör, Mən hardan? görüm, bayaq elə burada oturmuşdum, yəqin elə Qoy. cibimdən sürüşüb düşüb divanın böyrünə. Bu axtarsın. Qoydular, yerləşdirdi, Bax, bax, cadını tələskin, yerləşdirdi. narahat olma. Öz evində, bacı, narahat olma. Vay, Az axtar da, nata qutar metroya gecikdik. Nə olub, axtarıram da bu. Nədə burada skuterlə oturmuşdum, gedirmişdi, daha yezinə. Bunu da qoy qabağa. Gəl, köməyin axtar. Bayaq axşam oldu. Yerləşdirirlər. Harda oturmuşdun sən? De burada oturdunuz, yəqin gördüm. Bax, Az yerləşdir. telefon axtar. Ləyək. Görmürə. Hə, telefon. Hə, Tapdı da, telefondur, tapdı da. Oğurlayıblar. Nə derin oğurlayıblar? nə bilim, tapdıq ha, gəlin, tapdıq. Hə, laf yaxşı, Gedək, yaxşı gedin, gedək. salamat qalın, gedin. Qardaş, sənə qurban olarım, mənə bax. Bu ruleti qoy xaladeyni ki, qalıb xarab olmasın. Yaxşı qalxıb səhər yeyərsiz. Hə, qoyarıq. Hamımız yiyin. Yaxşı, bacı, narahat olma, Yeri metroya yeyəcəm. yubandı. Sağ ol. Sağ ol, sən gəldi gənə. Sən nə qarmaq istərin, mənə konkret sözü dinən. Öpüb gedirəm da, öpüb gedirəm. Bir əq öpdün də, 15 dəqiqə dörək. Öpüb görüşək. Buğun batırır adama. Ağzı şirin olsun. Oxay, qəşəng. O üzvü də belə tərsinə qıxmısan. Elə bilən bacı öpürəm. Yer. Yaxşı, sağ olun. Yerim, qaldıq manatlığın umuduna ye. Telefonunu itirmişdi, bacım taxtı çıxdı getdi. Axtarın. Az nə oldu? Axtarın, Evim dağıldı, yerləşdirdilər. nə oldu axı, nə oldu? Axtar. Bacını tanımırsan, axtar. Kanı Mənə bax, anın bilməsin, Sveta kimdir? Hansı Sveta? Hara koymuşsan? Hara qoydun? Hara baktı, bura geldi, bura geldi. Axtar bala, axtar. Sən ki, bacını tanımırsan. Az bildim, bacım telefon götürdü də. Nə telefon götürdü? bəlayə. Sənin bacın cadu qoymamış bu evdən gedəsi dörü. Axtar. Efendim. Az bildim. Sen kimse nedir? Konfeti eline verip aparıp başını aladasan. Sen kötü bak. Hə, canım üçün, hə. Konfeti verim, niye yerler beni? Başını aladasan. Ağızdan hadi daha ağızdan Sen ha. öyle o misal başka şey yok. Ver. Buraya gel. Daha bir dakika bak görsen. O misal bizim vakti başka şey. Görsen daha da tesir edil. Sənin bacın bu evə gəldi, ha. Mənim günüm güzaranım yox, Az bacım neynət də sənə? Nətər yəni neynədi? Cadını yerləşdirib çıxdı getdi. Nəsə qoyub, nəsə qoyub. Bax, sənin bacın bu evə gələndə mən oluram dedektiv. Ben de olurum komiser Rekız.
Mənə bax, sənə qurban olum. Az sən az bu cadu şeylərinə inan. Az sənlik olsa deyərsən ki, Amerika ilə İranın arasını mənim bacım vurub cadu ilə. Bir dənə o qalıb, bir dənə o qalıb. İndi mən sana bir şey Hə, deyiləm. Biz hər il Antalyaya gedirik da, düzdür, Bəli. istirahətə. Bəli. Bircə il sənin bacın bizlə Antalyaya gəldi. Bəli. Ondan sonra Antalyada hər il qiymətlər qalxdı. İndi o mənim bacım eləyib. Bənə? Bənə. Sən öləsən, sən var ha. O mənim bacımın üstünə yığmadığın böhtan qalmayıb. Düz deyirdən ha, ay dədə. Mən ayağı kəssənə böyükdən. Əl-arvad gözümüzün qabağında qoydur. Nə danışırsan sən? Qoy biz də gün görək də ha. İndi səhər açasın, gedərik bibimgilə bibimə subut elərsən ki, ona nə qoyum, nə qoyum. Darıxma. Subuta ehtiyac yoxsun, ne qan düşdü evdə. Qan düşdü, heç yerdə qan düşdü. Danış bala, danış. Denən, denən. O evdə harasa qoyum, 100% harasa qoydum. Mən onu gördüm. Yaxşı da bax gör, qoyum, sən bax. Yaxşı, yaxşı. Bax, Yaxşı axtar. Bala, balışların dalına bax, bəlkə yapışdırıb, bəlkə yapışdırıb. Bax Cinan, bax. Get oradan baba, orada dur, orada dur. Hə. Bu axtar, baba, bəriləri axtar, axtar. Axtarıram da. Axtar da axtar. Axtarım. Mən qırada Sənin deyəm. bacın elə mış Axtar. kimi. Allah bilir hara nə yerləşdirdi sənin bacın. Axtar. Axtar. Baxın, qoyub getməmiş çıxmaz, bu evdə. Belə də şeydi, belə gedir. Bilirəm də, bilirəm sən batını. Nə qoymuşam ay gəlin? Yo, bacı, keç bir yana. Keç bir yana. Nıkkıla vurdu zaleme birbirine. Yo, bacı, He. koymuşsan başka şey değil. Bu, Ne deyir? bu yo, televizyona bakmak istiyorum. He. Pultu tapabilmirik. Hə. Şöyle bak şu var. Deyir ki, yəqin bacım pultu harasa koyub. Adamın yanında. Sənə mən qurban olum. Mən iş gələndən sizə evinizdəki pultu əl vurmuşam. Yox. Televizyona bax. Gəlib elə burada oturmuş, buradan da çıxdı getdi. Mənim pultdan nə xəbərim? Ha bu değil, bacı bu değil, bu değil. Yox, baş verə deməm. Yolda gələndə əl atdım qulağıma, sırqamın bir tayını salmışam. Gene neyse kalıp burada. Hə, sırqamı salmışam. Aktar da bacı. Dedim yəqin elə burada oturmuşsun da buralarda. Bayaq orada otur. Bəlkə düşüb salmışam burada. Bax tez ol, ana tez ol, metroya yubandıq, metro bağlandı. Hədiyyədir, səni mənə verdin hədiyyədir. İstəmirəm, nə etsin? Yəqin burada düşüb. Tez ol. Hə, harda düşüb? Beyin yox Bilmirəm da. də, bibi sən də baxdın, sən də axtar. Deyən bibin qurban, demək sənə qadasını aram bunu. Deyən görüm də bir, nə bilim, deyirəm bəlkə buralara düşüb. Bir deyən görüm. Ora girməyinə girərsən, heç çıxamayasan oradan. Deyirəm yapışar da bir xalçaya da bir baxın buralara. Ala deyil orada, orada yeri yıkıldı, səni ki. Aley, evin dağılır səni, evin dağılır. Hayır, sırgası gibi, bana sırgası. Ne sulta, ne sulta. Bu boydan hamur olama, oğlum hakkı ağrı çiri. Açın nasıl aktarın? Ya sen de lütfen görün. Bir tane parça bundan diledin. Ay sen yarışında değişir, git. Ay oğlum. Ben gülüm sen de getir tebek, ben de aktarırım. Ben gülüm. Taftın bibi. Taftın. Yox, ay başa dönüm, mən axtarmadı görüm. Sen bırak girmiştin be Allah, buradan niye aktarsan ki onu? Deyirəm düşərdə yapışar xalçanın ucuna zaddan. Onu axtarıram, qadan alım. 40 dakika tarih orası, dedi onu aktar da. Deyən görüm elə. Bu uşaqları da bir çöpçü yapar, bu nəfəs ala bilmir. Yo, bunda başka problem, gözüm bilmem. Qoy mən dəyilim da, qoy mən dəyilim, baxım da, bir bana gəl, qoy yox, biz də bacı. baxaq da, biz də baxaq görək. Ay bacı, sən niyə gəl çəkirsən? Çəkil, mən özüm baxacağam. Əziyyət çəkmə. Şimdi axtar görüm. Sən hara qoy? Pişik palasına ofise gitti diye gitti. Qoydular, Az ne oldu, yerləşdirdilər. Evin dağıldı, evin dağıldı. Ay, dağıtdılar. Senin evin dağıldı, evin dağıldı. Senin çok... Ne diyeyim sana, ne diyeyim lan sana, ne diyeyim? Ay yezde, çık da ay. Biz axtaraq da. Sen de başı itirmişsen, tapmak olmur sen. Bir bax görüm mən ora. Ay kız, başka şey olabilir. Ya. De, Tapdın. de. Oy, qadan alam, nə tapdın? Taptı. Baş dedəm. Bir şey tapdın, nə yaxşı tapdın. O de bacı. Tapdıq, hə, başıma dönərəm. Hadi yer metroya gecikdi, yerim. Gedək. Başıma Metro dönərəm, bağlandı. gedək. Hə, Predonu götür, şahın predosunu. Götürəcəm. Mənə bax, qurban olaram sənə. Hələ gec deyil ki, hələ saat 9-dur.
Rulet de yüngül bir şeydir. Geçen çay demlesin yoldaşın, geçen onu için, yiyin için. Yiyeceğim. Yaxşı. Az yiyəcək da, yiyəcək, kəsəcək, yiyəcək. Narahat olma bacı. Az kardeşimci pişirmişim, ya hevesler. Çok sağ ol. Atamın yadigarı. Sağ ol, ay bak. Bıkma bacın kurban. Var mı ben kurban? Kardeşin olurum. Uşağı möhkəm sıxma əziz sən. Sağ ol. Can. He, ay kişi geldi daha, genç kişi gel. Gəl, Qoy görüşüm gəlim. Sağ Ha ol, ay bax. bak. Sən öl bu ağzın yağlayır. Mamacan. Ha kelib gedirəm. Bana aralı dur. Yedmə ağzın kimi, öpmük kimi varsan. Yo yo, bir öpüm gedəcəm. Onda bu tərəfimi götürüb olmadı. Qəşəng, qəşəng. Sağ ol. O tərəfim- Biri bəs eləyir. Yo. Qəşəng, qəşəng. Sağ ol. Sən bir dədə gedib gəlsin aləmdə edə bilmir. Sağ ol. Bu uşağı çöpçüyə göstər. Baş, sən özünü göstərmək lazım deyil, dəyişikliklər baş verir səndə. Sağ ol. Sağ ol, gecəniz xeyrə qalsın. Sağ ol. Öpüşü gördün. Ha, gördünüz, bax gəldi. Bacım yazıq, sərqasını tapdı çıxdı. Gördük. Bacım bizim ailəmizi dağıtdı getdi. Ailəmizi dağıtdı getdi. Aile yok, aile yok. Yersizsən, yersizsən. Sen burada kalırsan ortalıkta. Ortalık ortalıkta. Ailəmiz, bax stolun altına, bax. Kanya sineta. Çuf elədi bizi getdi. Ay sağ ol. Gəl axtar. Evet salam. Aman Ben kime canım. dedim? Ben kime ara diyebilirler sana. Aile dağıldı, aile dağıldı. Allah, hara nə qoydu bu? Ha, Ay, gel ana. bana gəl bura. Gel lan. Oradan buraya mı cır oraya? Ne var ya orada? Şurada koy buradan. Axtar görüm bana. Ne olur? Sen de gel. Dayan. Bakacağım. Hə, adam söz. Hə, insan söz. Biriniz deyirsiniz ki, bacın zadını divanın arasına koyub. Biri deyir kafenin içine koyub. Biri deyir hamamda metlağın içine koyub. A, sənə qurban olum. Bacı qardaşına niyə cadu eləsin ki? Niyə eləsin də? Nə axtarırsın? Bacı Belə. elə bacı eləyir da. Bacı elə qardaşı eləyir da. Ailəsini küf eləyir. Eləyir. Bizə hissat elə. Bacım əziyyətlə pişirib ruleti. Mən də yeyəcəm cemli ruleti. Baba. Yedin eləmi? Yedi. Yedin Ev eləmi? yıkıldı. Belə sən acıqlar. Kolektiveta. Belə Ay komşulara! Dağılsın bu. Kül oldu başımda. Bu ne kadar? Başı bitirmiş abi. Başı Belə. bitirmiş. Sözün ikimizin də acığına. Ha, nə olub? Ay dağıldı. Ha, bala. Dağıldı bu. Bala, ikimizin də acığına belə bax. Dağıldı. Belə bacım pişirib əcəb dedi. Bu çaq. Ailəmizə nifaq çaldın eləmi? Heç zad olmaz. Yeri dibli küf elədin mi Ay ailəmizi? sağ ol. Ay sağ ol. Daşı da saldın mı başımıza? Ay sen gel özüne təzə Ertap. Ertap. Gel. Ben dedim kime dedim? Konşuya mı deyim? Kime diyeyim dede? Komşu dedesi. Az bilirsən nə var? Demirsən bacım cadı eləyir. Əcəbi. Əlinin içindən gəl. Belə. Acığımızı el. Hədə nə tutar da yeməz. Yarım çık bilmirəm, haplarım yoxsa qalır. Belə. Əcəbi. Bacımı bəyənmirsiniz, qapı açıq. Elədir? Belə zəhirman. Tuttu Dara. Kağıdı tuttu. Gördün mü bala? Kağıdı tuttu. Gördün mü bala? Ha. Gördün. Gördüm. Birini gördün mü? Gördüm. Gördüm. Siz gedmirsiniz ki. Belə ruletlə bu evdən mən gedirəm özə vağzalıyla. Diri. Adam gel Predo'nun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Ay kişi,
Sənə tapşırmışdım ki, evə gələni meyvə al. Uşağa şirə çəkəcəkdim. Qəbələ konserv zavodunun istehsalı olan natura meyvə şirələrindən almışam. İnsan əli dəymədən tam avtomatlaşdırılmış, gigiyenik şəraitdə hazırlanmış meyvə şirələri. Aynen sana meyve şahs demiştim, ne oldu? Heç nə valla, atam məni yarıtmayıb. Meyvə alıb gətirməyib. Ay bala meyvə almamışam, natura meyvə şirələrindən almışam da. Ay ana, bana sen boşladım. Atam elə bu sefer yağdıp da. Böyle bundan aktardı. Vesselam, ananas en sevdiği. Ha, qonşuya veşlərin ağırlar, ver kömək edin. Yo, çok sağ ol, ağır değil. Oba markete gelmiştim. Evimizə ən yaxın market Oba marketdir. Gündə 10 dəfə də düşüb qalxsam yorulmuram, sağ olsunlar. Elə mən də alış-verişə Oba marketə gəlirəm. Deyir ki, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Həqiqətən də Oba qonşuda ən yaxın marketdir. Sağ ol, ay qonşu. Sağ ol, sağ ol. HEL sürətli böyüməsi və artan qlobal populyarlığı ilə dünyanın ən sürətli inkişaf edən sərinləşdirici içki markalarından biridir. 2006-cı ildən 100% Macaristan brendi olaraq bazara çıxan HEL qısa zamanda liderliyə yüksəlib və bugün 60-dan çox ölkədə istehlakçıların seçiminə çevrilib. Yüksək keyfiyyət, əlçatan qiymət, güclü marketinq və müasir istehsal infrastrukturu HEL-i sərinləşdirici içkilər bazarında unikal və etibarlı brendə çevirir. HEL gücünü keyfiyyətdən alan qlobal liderdir. Sponsorumuz Biodermadır. Bioderma dərinin təbii balansını qoruyan, hər dəri probleminə qarşı xüsusi seriyalar olan dermokosmetik brenddir. Günəşə qarşı yüksək qoruma üçün Fotoderm seriyası, yağlı və akneli dərilər üçün Sebium seriyası, həssas və qızartılı dərilər üçün Sensibio seriyası, çox quru və atopik dərilər üçün Atoderm seriyası ilə dünyada hər kəsin sevimlisinə çevrilmişdir. Bioderma, dərinə dərin baxın. Bəh, 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 bəh. Bəxtəvərə bax, bunun figurasına bax. Axtarsam, araşdırsam, bəlkə də məndən 5 yaş böyükdür. Amma gör nə gözlə formada saxlayıb. Həsəd aparmayın, siz də arıqlayın. Ay bacı, mən arıqlaya bilmirəm axı. Mən şirniyyatdan, yağlı yeməklərdən, çörəkdən əl çəkə bilmirəm. Əvvəl mən də eləydim. Gəlin sizə çarəsini deyim. Hə? Baxın. Alfa-Xrom. Alfa-Xrom dərman deyil, qida əlavəsidir. Hər səhər bir tabletka ac qarına yeməkdən əvvəl atırsınız, bax gün ərzində iştahınız tamamilə ölür. Qaraciyərdə piylənməni əridir, maddələr mübadiləsini sürətləndirir. Bax, ver onu mənə görüm. Ver bunu mənə yox, ay xanım. Mən aptek deyiləm. Aptekdən özüm üçün almışam. Gedin siz də alın, mən məsləhət verdim. Davam edirik, möhtəşəmsiniz. İnanın ki, alqışlarınızla bizə daha da stimul verirsiniz. Təşəkkür edirəm hər birinizə. Və komedixana olaraq növbəti səhnəmizə keçid almaq istəyirəm, amma səhnəmizə keçid almamışdan öncə onu qeyd etmək istəyirəm ki, bizim silsilə səhnələrimіздəndir. Yəni, bütün izləyicilərimiz tərəfindən çox sevilən və maraqla qarşılanan səhnələrimizdən biridir. Səhnə haqqında çox ətraflı danışmayacağım, tövsiyə edirəm ki, izləyəsiz. Bircə onu deyəcəm ki, bu illər ərzində, illər ötür, zaman keçir, bütün problemlər həll olunur. Kimin nə problemi varsa həll edir. Amma bircə problem var ki, o da həll olunmur. O da yeznə problemidir. Kimin varsa öpüb qoysun gözün üstünə. Elə alqışlarınızla komedixana səhnəsində yeznə. Heç nə Kəmalə nə olacaq? Qanqaraçılıq. Kürəkənlə qız dalaşıblar, bizimki də başlı oğlu getdi ki, görsün nə var. Az bizim kürəkən acı dildi də, zəhər tuluğu deyil, zəhər. Bax, 5 barmağın 5-ində bal elə sal ağzına, deməyəcək ki, bal verirsən, deyəcək dilimi xitdəyimdən qopardırdınız. Bu yağışlar yağmadı, bunların da evin su basmışdı. Oğlum getdi, bunu evdən alıb çiyninə, belə çıxardır çölə. Bu çiynindən qayıt deyən ki, təpəvizə dəysin mənə verdiyiniz ev. Lilləmə sudur, bu nə evdir? Oğlum da dəli, beyni çöndü. Bastı bunu suya, başladı boğmağa, fövqəladə güclə aldı əlindən. Qızım da zəhər tuluğudur. Demişəm ona ki, dillənmə. Görürsən ərin danışır, sus da, get paltarları tök qabağıma, bir telefonda da serial qoy, baxa-baxa ütülə qoy orada deyinsin. Kimə deyirsən? Dik gülləşəcək kişi ilə. Hamısı bir-birindən dəlidir. Az nə bilim, gəldi. Yaxşı, az yaxşı zəng elib axırın danışaram.
Davay. Görüm, nə oldu buna? Nağardı, getdi, nə bacardı? Boy. Ay bala, sən kimlə boğuşmusan? Kürəkəninlə. Çırptı mı onu? Çırptı mı? Oy. Adam adamı elə döyər mi? Adam elə bir timsahın belinə minmişdim. Bax belə. Çırptım da. Çırptım. Başımı da götürdüm geldi. Bacı. Can bacı. Götürdüm geldi. O gelsin benim. Bacım da benim. Oradan takarsın. Başımı çöldən tapmamışam ama. Ay bala, mən sənə dedim ki, göt gör məsələ nədir, aydınlaşdır demədim, yeznəni döy, bunu da vur qoltuğuma gətir. Çırpılasıdır, çırpılası. Mən yeznəmi tanıyıram, ana. Mən yeznəm, onun tam vaxtıydı. Mən ümumiyyətlə yeznələr hər 4 ildən bir çırpılmalıdır. Ne ter ki dünya çempionatı 4 ildən bir olur. Yeznələr də 4 ildən bir çırpılmalıdır. Onlar abnavit olunur onda. Onda anlayır ki başı var, başının yiyəsi var. Yoxsa olmur. Ne çırptım ama. Ne elə zingildir. Başım gördü. Sənin o başından itler geldi. Elə bil ki onların hansısa tayı döyülür də. Elə zingildətdim onu. Mənim bir başım var, onu heç kim elə əldə əməz, onun qaydasını al. Başım mənimdir, mən biləm. Ağlayıb eləm ha sözdə. Öz ağlayıb eləmə. Deyirəm görəsən, mən olmasam siz nə qayırarsınız? Mən bircə gün olmasam, sən bu qızı boşaltdırıb gətirərsən, TikTokda canlı otuzdurarsan, Ay mama, qardaşıma heç nə demək, qardaşım neynədirsə lap belə əcəb elədi. Əlinin içindən gəlir, öpürəm qardaşı, o yanağından, bu yanağından. Sağ ol bacı. Onsuz da mən ondan boşanacam, o evə də qayıtmayacam. Mama, bir də ki, mənim otağıma yığdığın o bankalar var ha, o bankaları boşalt, qayıdıram otağıma. Qayıt otağıma. Özdə ağlayıb eləmə, niyə ağlıyırsan sən? Hara qayıdırsan? Dayı, gedib qayıdan idisə, bu qardaşın niyə üstü açıq maşına 500 manat verib səni ər evinə yola saldı? Hansı ev? Hansı ər evi ana? Evi var idi onun. O evi biz almadık mı? Biz vermədik mi? O bir ər kimi öz toyunda nə bir gəlinliyə pul verdi. Ne şalvarına pul verdi, her şeyi biz elədik. Toyda her şeyi biz elədik. Bir tane onun 15 manat pulu trio çıktı. 5 manat. Vesselam. Kalan ver, bala ver, oğlu ver. Bir tane sırgan kaldı senin ana. Bir de o boyda qırrı qızılı benim anamın bir sırgası kaldı. Qardaş, o 15 manat söhbətində hər dəfə vurur mənim başıma. Deyər sənin dağ boyda qardaşın qala, mən nöşün trio 15 manat pul verməliyim. Vurur başıma. Sən niyə ağlıyorsun sən? Niyə ağlıyorsun sən? Ağlamasaydın sən, qardaşın ölməyim, mənim bir bacım var. Mənə bax, ərə getməmişdən qabaq, sənə o qədər dedim ki, yaxşı fikirləş, götür qoy elə. Qəti fikrindimi? Sən buna ərə getmək istəyirsənmi? Uçurdu niyə ərə getmək üçün? İmkan vermədin, dədən sən o ləmpənin başına fırlatsın. Ləmpəni götürdün, qaçdın ki, evdə özün fırlanacam. Qınamadan, 40 yaşında ərə gedəndə bu uçmalıdır. Oturdu maşına fitillədi, indi nə var, hara qayıdırsan? Yox, mama, mən sözümü dedim, mən qayıdacam o evdə, bir gün də qalmaram. Dağ boyda qardaşım var ardımda. Hə, qardaş? Sən narahat olma. Qardaş. Heç nədən narahat olma, məsləhətləşməliyik. Qardaş. Sən ana, burada günah səndədir. Mən burada günah səndə görürəm. Nə olursa haqq olur. Niyə? Sən bir ana kimi araşdırmalıydın. Kimdən qohum oluruq, kimə qız veririk, kimə biz urca oluruq. İmkan verdin. 3 gün aclıq elədi, dilinə nə çörək dəydi, nə su dəydi, ölürdü acından, nə varmalıydım? Özünə gülür. Qız uşaqda özünə gülür.
Sən anasan, sən qız olmalıdır. Deyir ki, qızını döyməyən ana dizini döyər. Döyürəm də, Döymə. O gün apardım həkimə. Sənin də indi dizinə döyən vaxtın deyil. Dizə su yığılıb, duz yığılıb. İndi bir dəqiqə, əgər kimsə qızını vaxtında döyməyibsə, yeznəni döyməlidir, variant yoxdur. Variant yoxdur. Tərcih etdim, mən şey oldum. Ay bala, sənə qurban olum. Ərsiz bacı olar. Bax, sənin bacın prokat video kaseti döyülək, baxıb qaytarsınlar. Mən bir bacım deyil. Mən ona baxacam. O sənə mən baxacam. Səni yaşadacam mən. Bu qardaşın sana şort qalacaq. Öpürəm. Sən mənim istə. Mən bacımı saxlayayım. Mən lazım. Ağlamı. Ay, ağlamır, sən yadına salırsan. Onda ağlayan sifət var. Mənə bax, bacımı tək saxlayacam deyir ha. Bacımın 2 uşağı var, O uşaqlara ata qayğısı lazımdır. Nə qayırsan? Danışdırır. Mama, sən məni əsəbləşdirirsən, Əşi uşaq qədri bilir. Onun uşaq vecinədir. Məktəblər başlayan kimi harda off-site'ın mağazasını gördüsə, şəklini çəkir, atır ki, gözün aydın. Məktəb bazarlığının vaxtıdır. O uşaqlara baxır ki, ancaq qardaşım baxır da, Sənin qardaşın nə qədər ki qardaşın var, sən ağlamamalısan deyirəm sana. Ağlama. Ağladıysan, mən də kövrədirsən, ağlama. Mən başıma da baxayım, bacım uşaqlar. Göy kim baxırdı? Mən baxmırdım mı? Mən sumkasına kimi mən allam. Sumkasına, bulkusunu allam. Uşağın bulkusunu mən allam. Uşağın o sörəyin arasında saska qoyur, kalpasa qoyur. Onu mən gedirəm, roskonu allam, gətirirəm, verirəm, gəl bacı, ver. Bəli. Ver. Mənə bax, qadan alaram. Bura gəl. Bəri gəl. Sönmüşəm, nəmə? Bəri gəl, qadan alım sənin. Gəl bura. Gəl, mamam boyva qurban olsun sənin. Gedib məni 200 metrdən gedib məni söyür ha, məni. Qoy bir dənə tür güllə salım. Tirlə vuracam onu, sən narahat olma, bacı. Sən narahat olma. Mən bacımı dolandırayım da, mən bacıma yaxşı baxayım, narahat olma. Bacı, hansı şortikdən alım, buradan alım. Hansından alım sən? O yanıq töküləcək. Hər dəfə sabahanda peşman olur. Qıraqlar var, qardaş, belə atılan qıraqlar rezli. Dilənlər hazır, deyil bu? Deməyəcəklər, onlar var, deyəcəklər sən başındır. Mənə bax, qurban olaram sənə. Bax, yeznə belədir də. Mən ona cırdım, ona dişi ilə cırıb bunu. Heç, onu yamayaram, geyinərsən yada. Sağ ol. Gör nə deyirəm. Kimin yeznəsi yaxşı çıxıb ki, bizimki də yaxşı çıxsın? Yeznə belə olur da. Sən indi bir dənə fikirləş, onun 2 balası var. Sabah onlar burada qalsa, o uşaqlar sənin yaxandan yapışacaq ki, bizi atamızdan elədin. Nə qayrəsən, bax sən o uşaqlara nə cavab verəsən? İndi gətirim səni, beynin qandır. Sabah 5 gün, 10 gün bu evin içində o sənin arvadınla da dalaşacaq. Dalaşmayacaq, bax onda sən kimin tərəfini tutarsan. Buna heç nə deyəməyəsən ki, qəlbi qırıqdır. Arvadıma da duxunc atmayacaq nəsə deyir. Bax, kimin tərəfini tutarsan onda? Mən cavab ver. Elə deyil də, ana. Sən indi gəlib mənə deyirsən, mən kimin tərəfini tutmalıyım? Mən arvadın tərəfini tutmalıyım da, ana. Kimin tərəfini tutmalıyım? Bunun tərəfini tutayım, bu sabahında var, sabah mesajdaşayaqlar, bu getdi. Bu bir dənə şortikdə şəkil paylaşan kimi o gələcək. Əsas arvaddır, adama qalan arvaddır, ana. Mən o saat keçən dəfə də dedim ki, ana, arvad əsasdır. Sən xətrinədəydi, amma arvaddır. Arvad tam şirin bir şeydir ya, ana. Bizə nə tərdi, ana? Arvad, başa salamam, şirin quşdur ya, arvad. Mən nə arım indi, İndi qərar ver də, bax indi. Arvadımın tərəfində durasansa, indidən bunu əri ilə barışdır. Zəng elə, başını toğla bir tər gəlsin, götürüb aparsın bunu. Sabah sən buna yiyə durmayasan, əri yiyə duracaq. Ay da, deyir, bax, indiki zamanda, deyir, bax, o qarpız var, qarpızı alırsan, kürəkən o qarpız kimidir. Ya ağ çıxır, ya qırmızı çıxır. İndi o qırmızı çıxan da yönlü deyil, adamı zəhərləyir. Zəhərləyir. Gör hardadır. Sakitləşdir, aranı yatışdır. Mən danışayım, aralıdır. Bizə söyüşdüyorlar, eşidərsən də aralıdır.
Dur batdan. Hardasan ha? Hardasan deyirəm. Gəl görün bizə. Ayak düşürləməcə görün bizə. Deyirəm düşürləməcə bizə. Gəl bizə gözləyirəm səni. Ha çıx oradan gəl buraya deyirəm. Görsən onu necə döymüsən ki, mənim kürəkənim intihara təşəbbüs eləyir. Kim? Kürəkənim. Az o hələ indiyənən kimi marojdan yemir ki, mənə soyaq olar. O qüsus səndə var. O qüsus sən oyuna canım çox istəyir ki. Alır da, Amma nə alır. döydüm onu. Elə zingildirdi, elə zingildirdi. Cəmaət elə bildi ki, it vuranlar gəlib. Qardaş, sən mənim ərimi deyəsən yaxşı tanımırsan ha. Mənim ərimin yönlü beyni yox deyə. O qüsusu aldı. İşte zəhərləndi, öldü. Uşaqlarım qaldı atasız, mən də qaldım dul. Sonra mənə cavab deysən. Bax ki, sən bizim evdə nə gəzirdin, hə? Batmışdı, televizora baxırdı, mən də yeməyimi pişirdim. Sən nə için azı bizim evdə, hə? Niyə bizim ailəni dağıdarsan, hə? Ər səhər adamı söyər, gün orta döyər, axşam da sevər. Sənə nə? Sənə nə? Sənə nə? Niyə dağıdırsan ailəmi? Mənə bir belə çəkdir, bir belə. Öpürəm səni başı. Sağ ol, sağ ol, öpürəm səni. Mən bu yaşa qadın. Mama, öpürəm. Yaxşı elədin başı. Mənə yaxşı edirsən. Niyə edirsən mənə yaxşı edirsən? Bana mı istəyirdi? Cavan kadınam mən. Nə qadınsan? Cavan kadınam. Gördün? Yaxşı. Bir saat öyle. Az koyma da mən maşından düşüm. Koyma, çamadan gəl. Mən maşındayım, çamadan soğmadın mı bagaja? Ha başı, bəs mən maşından düşən kimi dedi ki, ay ana, hardasan, ay qardaş. Hardasan, başını döyürlər, başını öldürürlər. Hardasan, dedim, başı, sakitək yoluna qoyacam yoluna. Hər şey pulun başındadır, onu da bilirəm də. Puldan həll eləyirəm. Qonşuları çıxartdı bir ki, gəlin ha qonşular. Bir bacının, bir qardaş ola, o da ona baxmıyor. Al, qonşular döydü, bir qonşuları saldı bir sər, dedim mənlik. Başı mənim deyil, özüm biləm. Tam mən gördüm ki, Xəzər xəbər gəlir. Ta onda mən girişdim söhbətə məcbur, saldım altıma çırpı, təsəvvürəm. Mən bunu döyərəm, Xəzər xəbər çəkir. Madem deyir, daladır, kadr yaxşı götürəm. Bax, çırpırəm, mən bunu döyə, buradan müsahibə verirəm. Deyər adı nədir, adın deyirəm, famili deyirəm, döyərəm. Xəzər xəbərdəyik. Biyabır olduq. İndi axşam bizi Xəzər xəbərdə göstərəcək ki, yezinə döyürsən sən. Yollar mən danışdım elədim, sağ olsunlar da. Çıxdım ki, Murat müəllimə çıxdım, sağ olsun, Allah'ın canı sağ olasın. Çıxdıq onunla danışdıq elədik, sifətimizə blur qoyulacaq, blur. Yəni boğuşma var. Mən baxdım kadra, boğuşma var. O bilinmir. Elə ki, yezinə qayın dalaşmağına da oxşuyor. İt boğuşmasına. Bilinmir, bildim. Ona görə blur qoyub verəcəksə belə. Dağıtdım ama ailəmi, dağıtdı. Sağ ol Gəlmişdin su tökərdin də odun üstünə. Sağ ol bacım. Gəlib niyə benzin tökürsən? Sağ ol bacım. Söz mü alırsan mənim ailəmi dağılmağından? Nə istəyirsən, uşaqlarımı yetim mi qoymaq istəyirsən? Nədir sənin vapşı məqsədin? Dur mu qalım mən? Ağladana bayaqdan zırıldırdın, yağlamırsan. Gördün? Bir saat döyre, Sağ ol səni bacım. günahkar. Heç də yox ha. Mən yaxşı ki, sağ şortu qalmamışam. Mən də buna deyirəm, şortu qalayım da. Heç nə başı, sağ ol. Biyabır oldu. Heç nə. Heç nə, biyabır olduq. Gəl. Bana bax. Gəldi. Dilini şirin elə biraz. Axırda səni günahkar çıxardacaq. Dilini Gördüm şirin mən. elə. Mən ona görə deyirəm ki, ana, axırda adama qalan arvatdır. Ona görə deyirəm, onun qadasını alın. Ananın adını çəkmə, ha? Yox, ana başqadır. Ana başqadır. Ana qaymaqdır. Ana qaymaqdırsa, arvat baldır, bal. Gəl. Qaynanası buna qurban ol. Yıxılı evin direği, yaraşıq, boy-buxun, istedat, farasat. Kimin belə kürəkəni var? Xoş gəlmisən, qurban olum. Buna morja oxşuyur, morja.
Qaynana, Can, qadan ürəyimə. qaynana. Girdim oba markete. Bu uksusu aldım. Elə obanın qabağından bunu açıb başıma çəkirdim. Sən gəldin durdun gözümün qabağında. Can, Dedim hamı sənə qınayacaq ki, bir dənə kürəkəni vardı, baxmadı. Can, xətrin əziz olsun. Qaynana, getdim ekspertizə mənə rəy verdi. Ekspert dedi ki, sən kim xış deyib belə? Mənim bir dənə salamat yerim, mən təpəmə bax, kəllə beyin travması. Bir dənə qoydum. Baba görürsən, ölçdüm, pişdim, bir dənə qoydum, yaxşı qoydum. Buna bax, gözünün altına bəli ben Ronaldo ştraf vurur, nətlər qoydum. Düz 9'luğa, tam oturdu. Elə bil, anam bunu onun üçün doğru ver, qoy geçsin. Bax, elə oldu. Nağarsan sən, bayaqdan görmədin sənə dediyini. Heç nə, bacım, sana şortuk gələcək, Türkiyədə. Qaynana, Hay can, ekspertdən rəy aldım. hay can. Dedim gedim polisə verim bunu tutturum. Yenə sən gəldin durdun gözümün qabağında. Xətrin əziz olsun. Sənin mənim qış boyu göndərdin o varenyalar, o kompotlar, o turşular, bax, bir gəlir keçir gözümün qabağından, bax, keçir. Hamısı keçdi, dedim ki, onlar mənə zəhər olar, mən bu arvadın oğlunu tutturanmaram, amma gərək tutturaydım. Yox, Gərək tutturaydım məni, çox səhv elədim mən. Yox. Mən elə vurur. Deyirəm ki, ay, sən anancanı vurur. Deyirəm, sən qaynamcanı vurur. Amma dedim, sən arvadıncanı diyandı onda. biraz arvad çox istəyəndir mənim oğlum. Arvad çox istəyən. Nə olar? Heç Nə olar? Qadan alaram, mehriban olun da. Ona tutturacağım. Niyə elə eləyirsən? Məndə günah olur. Sən niyə bilsən belə hörüldürsən? Səni mən tuttursaydım, sən bu dəqiqə mənə yalvardın ki, Yeznə, get o ərizəni dala götür. Sən qayın, sən çürüməlidin içəridə. Yenə deyirəm, qurban olasan. Heç də deməm, qurban olasan. Yenə deyirəm. Yaxşı da, ay qadanalım, biz sənə pis baxmırıq axı. Nəyinlə narazısan, nəyin əskikdir? İndi olur da, yəni ki, bax, pişik də balasını çox istədiyindən yeyir, o səni çox istəyir, çox istədiyindən döyür. Bildim, pişik çox istədiyindən döyür. Döysün, arada qıs-qıs eləsin, pul versin, nə olar deyir. Elə pişik döyülməsin də qaynana. Mən nətəl vururam, nətəl vururam. Ha, nə istəyirsən? Ha? Mən neynəməliyəm sən? Sən nə dolanmırsan, bala? Nə qalımsan ki, ma? Ma, nə qalımsan ki? Nə qalımsın ki, ma? Nə qalımsın, ma? Mənim hələ burnumun qanı qurumuyor, mənlə hozu danışmayın. Hozu danışma mənlə. Ay bala, nə harmalıyıq? Biz sənin hər həftə bazarlığını göndəririk də bala. Göy-göyərtisidir, kökü kələmidir, bananı almasıdır, göndərmirik. Bu məni bu bazarlığı başıma vurmayın. O meyvədir, tərəvəzdir. O sən dediyin göy-göyərtidir, kökdür, almadır, banandır. Bunu zooparka gedən alır, meymuna verir onu. Özü havayı. Meymunam mən. Sən də bizim meymununsan da. Şempanzemizsən da sən. Bunu altı bazar səni götürüb koyayım çiynimə çıxacan Targovya. Koyamız çəkəcəz əli meymunuyla. Əli meymunuyla. Nətər utanmırsan, deyirəm qardaş. Bircə dənə bacının, bircə dənə əri var. Ona da meymun deyirsən, nə ayıb olsun. Məndən neçə dənədir ana? Məndən neçə dənədir? Səndən tapmaq olar, amma kürəkəndən tapmaq olmur. Bunu itirək də, səni itirək bəlkə tapdıq. Bəlkə yaxşısın, tapdıq bu aşı. Bəstirin dala o deyir. Yox, o şortkın birinciyəm bəlkə tapdıq. Hərrəni fıranıb sözdə məni atırlar. Bu deyir məndən bir dənədir. O deyir məndən bir dənədir. Adadan nağarım bir dənə olduz dana. Sonra dədəmi tapanmadım. Yaxşı tapanma. Yaxşı tapanma. Yaxşı ondan bir dənə. Oy. Ay qardaş. Üç bacısı olana qardaş. Nələr çəkirsən sən? Nələr çəkirsən? Məndə biri belədir. Üç olan nağar. Üç olan. Ay qardaş biz nağarmalıyıq sənin üçün. Başına dönün. Nə deyirsin alırıq. Bax. Nə üstə dalaşıblar? Nə üstə dalaşmısınız? Denən görüm. Hə, denən görüm. Heç də qaynana. Otmuşdum öydə. Hə. Bir dənə işıq bunu yığan gəldi. Çeki getdi verdi. Bu da gəldi bu qızın. Dedi ki, bəs 2 aydır sən işıq pulunu vermirsən, bunu ödə də. İşığı kəsəcəklər. Dedim ki,
O qəbizdə kimin adı yazılıb? O şotdik kimin adınadır? Bu ev kimin adınadır? Canı çıxsın apar və qardaşını ödəsin. Dedim Mən bunu dedim, qızın affet verdi, götürüşdük. Dedim götürdü vaxtında. Mənim işləm yoxdur ki, o evdə mən qonağam. Mən əvvəldən canını çıxardı, o evi mənim adıma keçidərsin. Bəli, günah məndədir. Gərək mən o qəbzin şəklini çəkib atardım qardaşıma. Qoy ödəyərdi də, bircə dənə batısı var. Əvvələ mənə yad oldu siz. Mən o evdə həmişə qonağam. Mənim çamadanım açılmır, paltarım yığılı qalır ki. Məni bir dəqiqə qovarlar, bir dəqiqə qovarlar. Yaxşı, ölməmiş. Ha, eləmirəm mən. Bir dənə işıq pulunu, həmişə mən ödəməmişəm o işıq pulunu. Qaz pulunu mən ödəyirəm, su pulunu mən ödəyirəm. Baseniyə gedirsən, onun pulunu mən ödəyirəm. Harada oturub yeyib içirsən, mənə kart atırsan ki, bunu da. Başımı mən qırtdırıram. Şalvarını alıram, maykavı alıram. Üç bıçağını alıram, nə istəyirsən? Nə istəyirsən? Nə istəyirsən? Bu benimdir. Bunu ben almışam. Bunun altındakini ben almışam. Bak bunu ben almışam. Cəmaatın da qaynı var da. Cəmaatın qaynı o gün deyir ki, görən biri belli, qaynıma zəm vurdum, mənə apardı lazerə. Günün tarixini deyən aparım səni üttürüb. Ne bakıyorsan üttürüb. Yaxşı da, yaxşı. Adam paxırlıqdır. Mən də baxıram da, hamının qaynı var. O gün biri danışıb deyir ki, qaynım maaşı aldı, YSB de aldı ki, yaydı istidir, apar bulvarda sür. Deyirəm ki, mənim maaşım əlimlə alır, mən YSB de alandı. Cəmaatın da qaynı var. Burnundan gəlsin, sən o 95'li 4 gözü burnundan gəlsin. Sonra getmişəm, görürəm ki, biri gedir ayak yoluna, qaynım bundanca haftada su aparır. Elə olaraq qaynı olar. Mən orada qaldım, kətə toyda. Ha qışqırdım, sən gəlin, mən bir su vermədin. Aftava tapanmadım da şınav götürüb gəlir. Maşın yürürəm mən, maşın yürürəm. Yaxşı da, yaxşı, qurban olaram. Tayda Ya, olan ya. oldu, keçən keçdi. Yenə deyirəm, qaynına sağa görədim mən. Hə. Özümü öldürürdüm. Ya. Əbəslə zəhərə dönsün belə həyatı. Qalsın bu sənin üçün, bu turşu bağlayacağım bundan. Yaxşı, götür. Arvadını da götür, qəşəkcənə. Gedin evinizə, eşiyinizə, mehriban olun. Bax, sən nə darsan qaynına? Mən bu vittəvə gedə bilərəm. Mənim bu gözümün altını dədəm görsə, lombası ilə mənzimə tüpürəcək ki, sən nə tər kişisən əsən? Sən nə tər kişisən qaynını tutturmadın? O qaynı tutturmalıydı. Mənim dədəm elə belə kişidir. Dədəmin 4 dənə qaynı var. Birini çərrədib öldürüb, 3'ü çərdəd. Belə kişinin oğluyam, mən. Onda bu məni görsə dədəm bunu. Mən duracam qırağa, dədəmlə danışarsan. Danışa biləsən onunla. Ya, evə niyə gedirsiniz ki? Sizin bu istidə evdə nə işimiz var? Qaynanan sənin üçün Antalya'ya putovka təşkil eləyir. Gedərsiniz, qəşşə istirahət eləyərsiniz. Zaqar alarsan, qafqarı olarsan, bu gözün qaralığı da yetər, bilinməz nəyin qarasıdır. Bir həftə bəsindir bala? Amma sən narahat olma. Biz orada görsək bəs eləmir, zəng eləyərik, uzatdırarsınız. Ağzıma gələn nə darsan sən? Nə zəngi? Telefon var. Danışanda telefon sındırmadım mən. Zəng eləyim. Ölməmişəm. Mən ölməmişəm. Qaynanan sənə Honor 600 Pro alıb. Ala, apararsan Türkiyədə qəşək videolar çəkərsən. Özdə bu sən nədir? Proqram zat yükləmək lazımdır. Buradan bunu çək, qaynıvı. Orada da özünü çəkərsən. Deyirsən ki, elə ki, baseyndə qucağında oturmuşam, düzəldir. Mən qucağında. Yox, elə istəmirəm, yox. Yox, turu biz alırıq deyil, sən mənim qucağımda oturmalısan. Sən al, mən sənin qucağımda oturum. Kirmişcə dur. Sən yaxşı, gör nə deyirəm. Qucaqda oturma. Bunun şəklini çək, özündə qalsın da. Orada öz şəklini çək. Nə istəyirsən desə, o görüşəmdə göstərsin də. Bu, Honor. Anı hərəkətə gətirir. Honordur, honor. Honor yox, honor. Honor. Hə, anı hərəkətə gətirir. Anı hərəkətə gətirsə qaynana, onda belə eləyək də. Mən orada şəkil çəkdirəm. Güya belə delfin üstündə belə dayanmışam, suda gedirəm delfin üstündə. Sonra qardaşın şəkil montaj edib qoyaram o delfin yerinə. Yaxşı fikirdə eləyərsən. Hə. Razı qaldın. Oradan razı qaldım, sizdən yox. Onur əvvəl. Gedin orada siz Antalya'da istirahət edin, orada şəkil çəkin, atın bizə. Biz də Hövsan Çimərliyində baxarıq ona.
Keyfimdən getmirəm. Mən bunu qaratmışam. Buna uyğun hamını qaratmalıyam mən. Get qarat. Nəysə, qaynana. Hə. Mən gedirəm. Hə. Mən bununla danışmıram. Denən gəlsin oxusun maşına. Başıma dönmə sən. Niyə danışmırsan ay bala? Özdə mənə bax, hara gedirsən? O maşının dalını ver bura. Maşının dalını ver. Yox, lazım. Sizin heç nəsə mənə lazımdır. Sən ona lazımdır. Təpəzə dəysin, sizin verdiğin şeylər. Maşının arkasını ver bura. Qaynanan səni buradan əli boş yola salmaz. Ver bura. Hə, deyirəm lazımdır da. Lazımdır. Dur gəl görüm. Aləmi qatmısan bir-birinə, gəl. Nə Gəl kömək elə. Ha? Götür bunları görüm. Nasıl? Al mən bu gilası almışam şeyi pişirməyə, özümüz pişirməyə. Bunu nə ver? Gəl. Ha? Qoy, yıx bura, aparsın. Gətir o bursıları da. Bax şeyləri hara verirsən, hara verirsən? Mən nə yeyəyəm? Nədir? Ölürsən acından. Götür aparamısan. Apar. Gəl ha, gəl ha yezdə, gəl. Gəl ha yezdə, gəl, de. Meyvəni sağ işləyir, meyvəni sağ işləyir. Yığ apar, yığ apar. Mən belim ağrır, mən belim artıq. Ha yezdə. Gəl ala, bax. Əriyə dədəmizi söy. Əriyə dədəmizi söy. Gətir. Nəsə qalmadı? Yox. Nəsə qalmadı? Alın apar, mınla apar. Al, götürün apar. Yığışdır, al. Yığışdır. Qallat, lüt qalaq, al. Nə yaxşıdan o 2 dənə saxla. Daşıyır, az. Daşıyır. Gəl bunları götür apar. İşin olmasın. Mənim səndən söhbətim var. Cerci teyze var. Az. Götür. Dilimi kirmişsə saxla. Daş. Mənə bax, qadan alım. Qoy aparsın. Ay, dur, Tamam. Televizyon arasında görməmiş oğlu görüm. Ala. Belim ağrır. Sağ ol. O yüngüldü bala, bir yemişi götür yüngüldü. Sen sıkın taftalıyım seni. Tapdalamısan da ne dayı, ona göre bu gündədir. Apar, koy maşınına. Yatarsın boş. Ağlama boş, ağlama. Kardeşin ölmüyor. Bunda ağlayan sifət var. Bu elə buna gəlmişdi. Oy, öldüm. Yetti ana. Rahatlandık ana. Rahatlandın mı? Rahatlandım. Sen de rahatlandın mı? Çok rahatlandım. Değmə də bala. Qoy rahat dolansınlar. Mən deməli baxıram, hər bacımla yezinə dalaşanda mən 10-15 min xərcə düşürəm. Axırda bunlar mehriban deyə gülə-gülə gedirlər, onunla düşmən mən oldum. Ona görə də dəymə, toxunma. O deyirlər ki, kürəkəndir, toxdu gərək toxunmayasan. Toxundu silkələyəcək. Silkələyəcək. Dəymə. Ona görə nə tər ki bu deputatların toxunulmazlığı var, toxunulmazlıq mandatı var. Gələk bu yeznələrin də toxunulmazlıq mandatı olsun. Gələk onların da maşınlarına diplomatlar kimi qırmızı nömrə versinlər ki, yeznə getdi. Qırmızı nömrədə yeznələrdir. Yaxşı. Əsəbləşmə, acından öldün sən də. Gəl orada lobiya pişirmişəm, gəl lobiyavı ye. Gəl. Əri yeznə yesin, lobiyanı qayır. Abşeron Mall alış-veriş, əyləncə və istirahəti bir araya gətirir. Burada eviniz üçün lazım olan mebel, məişət texnikası, dekorasiya, tekstil, qab-qacaq və gündəlik ehtiyac məhsullarını bir arada tapa bilərsiniz. Mall daxilində fəaliyyət göstərən restoranlar, kofe-şoplar ziyarətçilərə rahat və komfortlu vaxt keçirmək imkanı yaradır. Uşaqlar üçün isə Abşeronland əyləncə mərkəzi və Lego evi fəaliyyət göstərir. Geniş parking sahəsi və ailəvi atmosferi ilə Abşeron Mall hər yaş qrupu üçün ideal alış-veriş və istirahət məkanına çevrilib. Valideynlər üçün ən vacib məsələ sözsüz ki, körpələrin rahatlığı və sağlamlığıdır. Predo uşaq bezləri də
gün boyu quruluq və komfortluq təmin edərək ana və ataların ürəyinə su səpir. İndi isə müxtəlif Predo məhsullarını bir market tətbiqində xüsusi endirimlərlə əldə edə bilərsiniz. Üstəlik hər ay fərqli məhsullarda da endirim fürsətləri qapınızı döyəcək. İlkin ödənişsiz, faizsiz, komissiyasız kredit imkanları ilə daha rahat alış-veriş təcrübəsi bir marketdə sizi gözləyir. Elə indi tətbiqi yükləyin və istədiklərinizi könül rahatlığı ilə sifariş edin. Ay ana, bax, gəlinivin cehizləri hamısı gəldi. Hamısı da Quix'dən. Sağ olsun mənim gəlinimi, sağ olsun. Həmişə bu offside mağazalarında görürdüm bu Quix'in əşyalarını. Ürəyim gedirdi. Sağ olsun gəlinimi. Sağ ol ana. Sağ olsun. Sağ ol. Deyirəm, sağ olsun Quix'in məişət texnikaları. Qırmanamana getdi. Ana! Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sosis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sosisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Verilişimizin xüsusi sponsoru Natura meyvə şirələridir. Natura şirə və nektarları müasir avadanlıqlarla təchiz edilmiş, Qəbələ konserv zavodunda insan əli dəymədən, tam gigiyenik və avtomatlaşdırılmış şəraitdə istehsal olunur. Müxtəlif çeşidləri ilə hər zövqə uyğun dadlarla təbii ləzzət bəxş edən Natura meyvə şirələri süfrələrinizə ləzzət və rəng qatacaq. Natura, təbiətdən gələn dad. Sponsorumuz Chico. Chico yenə sakit durmadı. Bu dəfə səhnəyə sadəcə çərəz yox, xasiyyət çıxardı. Araxisin cəsarəti, paprikanın şıltaqlığı, kababın nazı, hamısı bir qabda yığışıb deyir ki, biz yeyilməyə yox, xatırlanmağa gəlmişik. O xırt-xırt səs var ha, o sadəcə səs deyil, əhvalın ritmidir. Bir dənə yeyirsən, beynin deyir bəsdi, ürəyin deyir bir də. Və sən başa düşürsən ki, bu artıq çərəz deyil, bu bir zəiflikdir. Chico'nun xırt-xırtlı, üstü ləzzət dolu örtülü təzarıq hisslərini alın dadın ki, anlayasız, bəzi dadlar danışmır. Birbaşa ürəyə keçir, orada xırtıldır. Ala arvad, bu da mənim bazarlığım. Bəs deyirsən pulum yoxdur? Məndən pul gizlədirsən, İsrafil? Ay qız, yox Deməli, nədir məsələ? Hər gün obadan 5 manatlıq alış-veriş eləyirsən, onu vurursan obanın mobil tətbiqinə, sənə bir obi verilir. 5 gün alış-veriş eləyirsən, bu eləyir 5 obi. 5 obi də 1 manatdır. Mən də alış-veriş elədim, obilərim və manatlarım çoxaldı. Obi! Ay, sağ ol. İndi gələ bu obiləri qoy evə. Hara gedirsən? Böyük futbol var axı. Qonşu kişilərlə, qonşu gildə yığışıb futbola baxacaq. Hərə bir şey alır, mən də dedim, mən də hel alım. Sən geyinib haraya gedirsən? Bax, sən də evdə yoxsan. Hə. Qonşu arvadlarla qalmışıq bekara. Yığışırıq qeybətə. Mənə baxın. O helləri ver də mənə. Helsiz qeybət olmur. Futbol da helsiz olmur da. Biz futbol çatmırıq bizə. Bildim də, sən alarsan da ver mənə. Gəl gedək sən alacam, gəl. Bu heli qadın da sevir, kişi də sevir. Hamı sevir bu heli. Ay qız, mən bir dənə şeyi başa düşmürəm. Bütün günü mənə deyirlər ki, SPF çək, SPF çək. SPF çəkməsəm nə olacaq ki? Mən onsuz da günəşə o qədər çox çıxmıram. Bax, sən maşına minirsən, düşünürsən ki, kölgədəsən. Amma inansan, günəş sənə orada da zərər verir. Yaxşı, bəs mən neyniyim? Biodermadan Photoderm X Defense SPF 50+. Bax, bunu çəkirsən üzvə, boynuva səni günəşdən qoruyur. Əslində tək günəşdən qorumur, həm də o şəhər çirklənməsi var ha. Ondan da qoruyur, dəriyə detoks effekti verir. Elə qəşəngdir. Bax, məsləhət görürəm, sən istifadə elə, xoşuna gələcək. Sponsorumuz Alfa Kromdur. Artıq çəkidən əziyyət çəkirsiniz, şəkər və şirniyyatınızı qala bilmirsiniz, yorğun və halsız olursunuz. Bütün bunlar hamısı maddələr mübadiləsinin pozulmasının əlamətləri ola bilər. Amma Alfa Krom köməyinizə çatacaq. Alfa Krom iştaha və şirniyyata meyli azaldır. Artıq biləri xüsusilə də qarın və bel nahiyəsində toplanmış bi qatlarını əridir, qaraciyəri yağlanmadan qoruyur, maddələr mübadiləsini normallaşdırır. Gündə bir tablet yeməkdən əvvəl qəbul olunur. Alfa Krom, artıq çəkidən azad ol. Bu arada mən özüm də artıq bugündən etibarən başlamışam Alfa Kromdan istifadə etməyə və nəticəni sizlərlə paylaşacağım. Bizim təşəkkürlərimiz var. Bizə dəstək olan Brand House-a bir alqış gəlsin. Və daha bir geyim mağazası Podium Park Bay Eldəniz bir alqış gəlsin. Bir özünüzü də yaxşı-yaxşı alqışlayın.
Möhtəşəmsiniz dostlar. Yenə öz həftəmizdə, öz saatımızda sizlə görüşmək ümidi ilə. Çalışın, salamat qalın. Sağ olun.